Bugün ölkə gündəmini zəbt edən yeniyetmə zorakılığı məsələsinə toxunacağıq. Təəssüf ki, Suraxanıda 16 yaşlı yeniyetmənin Dövlət Gömrük Komitəsinin əməkdaşını qətlə yetirməsi kimi faciəvi faktlar artıq sosial bir bəlaya çevrilib. Nə baş verir? Niyə bizim gənclərimizin aqressivlik səviyyəsi bu qədər yüksəlib? Mütəxəssislərin fikirlərini izləyək. Filmlərdə görsən ki, biri bıçaqladı, biri öldürdü, biri güllələdi. Hətta özümüzün, respublikamızın özündə görsən ki, biri deyir, adam baş kəsdi, biri filan kəsin başını kəsdi. Bunlar hamısı bu cavanların psixologiyasına mənfi təsir edir. Bu, sosial şəbəkədə cinayət xarakterli işləri yığışdırmaq lazımdır. Son vaxtlar azyaşlılar tərəfindən törədilən zorakılıq, xüsusən də bıçaqlanma hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Sonuncu belə hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Belə ki, 16 yaşlı yeniyetmə 43 yaşlı kişini, daha dəqiqi Dövlət Gömrük Komitəsinin hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayevi bıçaqlayaraq qətlə yetirib. Təəssüf doğuran bu faktlar da göstərir ki, yeniyetmə və gənclər arasında zoraki davranış hallarının artması sosial problemə çevrilib. Tərbiyə həddindən artıq pisdir. Ailələr fikir vermir. Bəlkə də gedir, işə uşaq qalır, küçədə fikir vermirlər. Ona görə valideyn hökmən uşağı tərbiyələndirmək lazımdır. Ailə ilə məktəb əlaqədar olmalıdır. İndiki şagirdlər kriminal aləmə daha çox daxil olublar. Onları bu kriminal aləmə daxil eləyənsə, onların baxdıqları yaşlarına uyğun olmayan verilişlərdir. Onların yaşlarına uyğun olmayan söhbətlərdir. Bu söhbətlər o uşaqları istər-istəməz öz daxilinə alır, öz ağuşuna alır. Onlar hər hansı bir anda belə bir cinayəti törətməyə səbəb olurlar. Aqressivlik aşılayan videoları sosial şəbəkələrdə tapmaq üçün bir axtarış düyməsi kifayət edir.